Mirzə Cavad xatirələrində yazırdı ki, 1939-cu ilin bir payız günü idi. Əlağa Vahid deyir, yaxınlaşdı mənə. Dedi, Mirzə, könlümə Səməd Vurğun düşüb, Səmədin şeirləri düşüb. Gedək bir Səmədə baş çəkək. Gedirlər Səməd Vurğun gilə, görürlər elə Abdullah Şaiq də Səmədin yanındadır. Səməd Vurğun bu gəlişdən xeyli sevincək olur. Söhbət edirlər, mükalimə aparırlar, poeziyadan, şeiriyyatdan danışırlar. Bu əsnada Abdullah Şaiq Füzulidən bir beyt deyir. Və Vahidin də təbii gəlir, həmin beyt əsasında bir təxmis yazır. Təxmis, yəni müxəmməs kimi, o da beşlikdir, ancaq müxəmməsdən fərqli olaraq burada birinci, ikinci, üçüncü misra müəllifin özünə aid olur. Dördüncü, beşinci misra isə təxmis edilən şairdən götürülür. Gözəl bir təxmis alınır və həmin əsnada Səməd Vurğunun da təbii gəlir, ilhamlanır, qəzəl yazır. Ömründə qəzəl yazmayan şair, vurtut 2-3 qəzəli olan Səməd Vurğun lətif, gözəl bir qəzəl yazır və bu söhbətlər əsnasında ədəbiyyatımıza belə bir töhfə verilir. Və fikirləşirəm ki, indi klassik irsimizdən rubrikasının bu buraxılışında, Səməd Vurğuna həsr olunan buraxılışında o qəzəli deyə bilərəm. Əslində mən bu qəzəli 20-25 il öncə əzbərləmişəm və ne üçün sizə indiyə kimi deməmişəm, bunu da bilmirəm. Görünür, məqamı indiymiş. Ey könül, min namə yaz bir gülizarın eşqinə, can evindən seyrə çıx bir xoşgüzarın eşqinə. Hansı rəssamın əli ilə canlanır dünya evi, hər çəmən min gönçə açmış növbəharın eşqinə. Gəl, gəl ey sevdalı bülbül, gəl gəzək gülşənləri, sən gülün eşqi ilə dillən, mən də yarın eşqinə. Məcnun öz şuri ilə çox da aləmə səs salmasın, hansı namərd can əsirgər bir nigarın eşqinə. Gün keçir, dövran keçir, öz hökmünü vermiş zaman, ney tutulsun, badə gəlsin ruzigarın eşqinə. İnsanoğlu can verər pərvanə tək atəşlərə, düz sözün, düz ilqarın, düz etibarın eşqinə. Vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var, mehri ülfətdən yaranmış bir diyarın eşqinə. Klassik irsimizdən rubrikası devam edir.